Salam, növbəti dərsimiz Azərbaycan tarixində xanlıqlar dövründə sosial, ictimai, iqtisadi vəziyyət, həmçinin də memarlıq olacaqdır. İlk öncə təbii ki, başlayırıq xanlıqlar dövründə Azərbaycanda mövcud olan sosial qruplardan, yəni insan təbəqələrində. 3 sosial qrup var idi. Bunlar ilk olaraq başda gəlirdi. Feodal qrupu, daha sonra kəndli qrupu, daha sonra sənətkar və tacirlər. Feodal qrupları hansılardır? Xan, bəy, sultan, məlik, elbəyi və ruhani. Bunlar hamısı feodal qrupu idi, üst təbəqə idi. Bir daha təkrar edirəm. Xan, bəy, sultan, məlik, elbəyi, ruhani. Daha sonra gəlir ikinci qrupda olan kəndi qrupu. Rəiyyət, rəncbər, elat. Rəiyyətlər kimlərdir? Rəiyyətlər mülk və divan torpağında yaşayır, dövlətə və feodala vergi verirdilər. Bunların öz əmək alətləri, torpağı becərmək üçün öz toxumları vardır və həmçinin də dediyim kimi vergilər verirlər. Rəncbərlər isə öz əmək aləti və toxumu olmayan kəndli əsasən günahsız idi. Elatlar köçəri həyat tərzi sürürdülər, maldarlıqla məşğul idilər və xan qoşununda hərbi xidmət etdikləri üçün xan onları bəzi vergilərdən və mükəlləfiyyətlərdən azad etmişdir. Yəni onların yükünü azaltmışdır. Sənətkar tacir isə adı üzərində 3-cü qrupa daxil olan sosial təbəqə idi. İdarə etmə. Xanlıqları idarə etmək tək hakimiyyətə dayanırdı. Yəni tək hakimiyyətli idi. Həmçinin irsi monarxiya idi. Atadan oğula keçirdi hakimiyyət. Birinci sözsüz xan dururdu. Xan ən yaxın köməkçisi isə daha sonra vəzir gəlirdi. Bəzi xanlıqlarda isə xan şurası, yəni məsləhətçi orqan olan divan və yaxud da ki xan şurası var idi. Bunlar hansılardır? Quba, Qarabağ, Şəki, Şaman xanlıqları. Xanlıqların idarə olunmasında mühüm söz sahibi olan, sözsüz ki, birinci də xandır, onu dedik ki, irsi hakimiyyət ona məxsusdur, qeyri-məhduddur və tək hakimiyyətdir. Naib xanlıqlar dövründə mahalları idarə edirdi. Yüzbaşı və kəndxuda, bu ikisi isə kəndləri idarə edirdi. Həmçinin şəhər ağsaqqalı var idi ki, şəhərdə müəyyən mənada vergilərin yığılmasında, həmçinin də xanın və naibin fərmanlarını, əmrlərini icra edirdi. Həmçinin də ustabaşılar var idi ki, bunlar şəhərdə mövcud olan sənətkar məhəllələrində bir növ sənətkarlar arasında qayda qanunları riayət edirdilər. Daha sonra gəlirik xüsusi vəzifə sahibi olan şəxslərə. Başqa nədir? Maaflar. Maaflar xanlıqda əsayişi qoyurdu. Maaf xanın qoşununda xidmət edirdi, hərbi xidmət edirdi və xan onu da bəzi vergi və mükəlləfiyyətlərdən azad etmişdi. Onu da bu işini yüngülləşdirmişdi. Kələntər. Kələntər şəhəri idarə edir. Üstə gəldi, şəhəri kələntərlə yanaşı Qalabəyi idarə edir. Daha sonra gəlir darğa. Darğa şəhərdə əsayişi qoyur və həmçinin dedik ki, naib isə dedik ki, mahalları idarə edən bir rütbədir. Daha sonra gəlir xanlıqlarda inzibati quruluş. Xanlıqların inzibati quruluşu xanlıq, mahal və kənd 3 inzibati quruluşa bölünürdü. Torpaq formaları. Bu dövrün torpaq formaları yenə orta əsrlərdə klassik feodalizm dövründə olan torpaq formalarına demək olar ki, birə-bir eynidir. Sadəcə kiçik bir fərqliliklər var. Yenə burada torpaq formaları mülk, tiyul, icma. Eyni olaraq qalıb. Mülk, tiyul, icma. Mülk bilir ki, Ərəb xilafət dövründən, icma da Ərəb xilafət dövründən qalıb. Tiyul isə Səfəvilərdən etibarən ortaya çıxmışdır. Bir də yeni torpaq forması yanıb xan. Xan torpaq forması necə yarandı? Dövlət və xalisə. Xalisə biz bilirik ki, Ərəb xilafətindən etibarən hökmdar bunun ailəsinə məxsus torpaqlar idi. Dövlət və xalisə birləşir, xan torpağını yaradır. Yəni artıq xana məxsus olur bu torpaqlar. Bu dövrdə isə tiyulun yeni fərqli xüsusiyyəti ortaya çıxmışdır. Biz bilirik ki, tiyul Səfəvilər dövlətindən etibarən ortaya çıxmışdır və Səfəvilər dövründə ancaq şərti xidmət müqabilində verilirdi. Şərti. Amma xanlıqlar dövründə də xidmətə görə verilsə də artıq irsi keçməyə başlamışdır. Yəni şəxsi olmağa başlamışdır. Daha sonra gəldik xanlıqlar dövründə vergilər. Yenə də 15-ci əsrdən etibarən qalmaqda olan əsas vergi malcəhətdir. Torpağa görə verilirdi, əsasən məhsul alınırdı. Daha sonra çöpbaşı. Çöpbaşı otlaqlara görə verilirdi. Daha sonra bağbaşı. Bağbaşı bağlara görə verilirdi. Sonra darğalıq, bayramlıq, mirzəyanə və kələntərlik. Bu axırda 4 vergi, yəni darğalıq, mirzəyanə, kələntərlik və dediyimiz kimi bayramlıq. Bu 4 vergi feodalın və xanların, məmurlarının xeyrinə verilən vergilərdir. Çünki xanlıqlar dövründə xan məmurları xüsusi bir maaş almırdılar onlar xandan, xan tərəfindən. Onları xan bəzi vergilərdən, mükəlləflərdən azad etmişdi və onların xeyrinə əhalidən vergilər yığılırdı. Daha sonra gəlir mükəlləfiyyət. Mükəlləfiyyət nədir? Yerinə yetirməyə borclusan, qarşılığında sənə pul verilir. Xanlıqlar dövründə mükəlləfiyyətlər biyar və əvrəz idi.
Bu əsasən əhali, kəndi qrupları xanın xeyrinə pulsuz işlər görürdülər. Daha sonra gəlir 18-ci əsrdə memarlıqlar. 18-ci əsrdə memarlıqda iki yeni salınan şəhər var. Bu 1734-cü ildə Nadir xanın Şamaxının dağıtmasından sonra saldığı yeni Şamaxı, yəni Ağsu şəhəri, həmçinin ki 18-ci əsrin 50-ci illərində, 1757-ci ildə Qarabağ xanı Pənahənin Qarabağda tikdirdiyi Şuşa şəhəridir. Başlayaq nədən? Bu dövrün memarlıqları 1763-cü ildə Şəki xanlığında, Şəki şəhərində tikilən Şəki xan sarayı, Şəki xanın Hüseyn tərəfindən tikilmişdir. Davamında həmçinin deməli ki, Şəki xan sarayı 2019-cu ildə UNESCO-nun mədəni irsi siyahısına daxil olmuşdur. Həmçinin bu dövrdə 18-ci əsrdə Şəki şəhərində karvansaray da tikilmişdir. Ardınca Qarabağda tikilən Pənahəli xan tərəfindən xüsusilə 1748-ci ildə Bayat qalası, 1751-ci ildə Şahbulaq qalası, 1757-ci ildə Şuşa qalası və yaxud da Pənahabad deyilirdi. Həmçinin bu dövrdə Şuşada Pənahəli xanın məscidi və kitabxanası, həmçinin bu dövrdə eyni ilə Əsgəran qalası da tikilmişdir xanlar dövründə. Ardınca Bakıda saray kompleksi, həmçində Naxçıvan xan sarayı, digər adı Naxçıvan Sərdar sarayı, həmçinin İrəvan xan sarayı və 1764-cü ildə İrəvanda tikilən Göy məscid. Göy məscid deyəndə ağlımıza yenə gəlir hansı Göy məscid? 15-ci əsrdə Təbriz şəhərində 1765-ci ildə Qaraqoyunlu hökmdarı Cahanşahın Təbrizdə, üzr istəyirəm, 1765 deyirəm, 1465-ci ildə Qaraqoyunlu hökmdarı Cahanşahın Təbrizdə tikdirdiyi Göy məscid. İkinci Göy məscid isə İrəvan şəhərində tikilmişdir 18-ci əsrdə 1764-cü ildə və bu məscid qeyd etməliyəm ki, İrəvan xanı Hüseyn Əli xan tərəfindən tikilib və 1988-ci ildə erməni terroru nəticəsində dağıdılmışdır. Həmçinin 1791-ci ildə yenə İrəvanda tikilən güzgülü yay iqamətgahı bir salon idi və İrəvan xanı Məhəmməd Hüseyn tərəfindən tikilmişdir.